Gəlin sizə oxuduğum kitabdan bəzi faktları qeyd edim. Kitabın adı Elmin 99 sirridir. Əgər bir gün kosmosa düşsəydiniz, ulduzların necə yarandığını, qara dəliklərin nə etdiyini və Veneradan nə gözlədiyini bilmək istəməzdiniz. Bu videoda elmin ən maraqlı kosmos sirlərini öyrənəcəksiniz. Birinci cazibə və ulduz yaranmasıdır. Kainatda hər şey cazibə qüvvəsi ilə başlayır. Ulduzlar əslində qaz və toz buludlarından yaranır. Cazibə bu maddələri bir yerə yığır, sıxır və bu sıxılma nəticəsində temperatur yüksəlir. Nəhayət hidrogen yanmağa başlayır və nüvə sintezi baş verir. Beləcə yeni bir ulduz doğulur. Bəs nüvə sintezi nədir? Nüvə sintezi kiçik atomların birləşərək daha böyük atom yaratmasıdır. Məhz bu proses Günəşdə baş verir və bizə işıq və istilik verir. Yəni Günəş əslində böyük bir enerji fabriki kimi işləyir. Qara dəliklər kainatın ən qorxulu obyektlərindən biridir. Onların cazibə qüvvəsi o qədər güclüdür ki, hətta işıq belə ondan qaça bilmir. Yəni bir dəfə yaxınlaşsan, geri dönüşü yoxdur. Gəldik Venera faktlarına. Veneraya getsəydik, bizi çox pis son gözləyərdi. Orada atmosfer əsasən karbon dioksiddən ibarətdir. Və nəfəs almaq mümkün deyil. Üstəlik atmosfer təzyiqi yerinkindən 92 dəfə çoxdur. Yəni əvvəl əzilərdin, sonra da boğulardın. Veneranın səthi isə kükürt, toz, turşulu buludlarla örtülüdür. Ən maraqlısı isə budur ki, yeganə planetdir ki, Venera saat əqrəbi istiqamətində fırlanır. Və orada bir gün 243 yer gününə bərabərdir. Kometalar buz, toz və qazdan ibarət kosmik cisimlərdir. Onlar Günəşə yaxınlaşanda istilik təsiri ilə quyruq əmələ gətirir. Bu quyruq milyonlarla kilometr uzana bilər və bəzən səmada möhtəşəm görüntü yaradır. Hətta kometadan qopan hissəciklər yerə daxil olub meteorlara çevrilə bilir.